Hörmətli müəllimlər, bu günləri bir çoxlarının məlumatsız olduğu bir qayda haqqında məlumat verəcəm. Artıq biz bilirik ki, 2018-ci ildən bəri futbolda VAR sistemi tətbiq olunur. Bəs futzalda necə? Belə bir qaydamız varmı? Futzalda da video köməkdən istifadə etmək olur. Amma biraz futboldan daha fərqli formada həyata keçirilir bu qayda. Futbolda necə idi? Futbolda bilirik ki, məşqçilər heyəti heç bir halda video köməkdən istifadə edə bilmir. Sadəcə oyunu idarə edən baş hakim 4 halda VAR sisteminə müraciət edə bilir. Səhv də olsa mütləq şəkildə qərar qəbul etməlidir və sonra bu 4 halda, göstərilən 4 halda VAR sistemindən istifadə edə bilər. Yəni VAR-a müraciət edə bilər. Hansılar idi? Qolun olub-olmamasına görə, penalti zərbəsinə görə, birbaşa qırmızı karta görə və yanlış oyunçuya xəbərdarlıq edilir və ya qovulursa, bu 4 hala görə baş hakim nə edə bilir? VAR sisteminə müraciət edə bilir. Bəs bu qayda futzalda necə tətbiq olunur? Futzalda dediyim kimi, futboldan biraz daha fərqlidir. Necə fərqlidir? Gəlin baxaq. Bu göstərdiyimiz 4 qayda ki yoxdur, qeyd etdiyimiz 4 qayda. Futbolda sadəcə baş hakim bu 4 hala görə VAR-a müraciət edə bilir. Amma futzalda isə futboldan fərqli olaraq bu 4 halda məşqçilər yoxdursa oyunçular video təkrar tələb edə bilər. Yəni qolun olub-olmamasına görə, penalti zərbəsinə görə, birbaşa qırmızı karta görə yanlış oyuncuya xəbərdarlıq edilir və ya qovulursa. Bu sadaladığımız 4 hala görə məşqçilər heyəti nə edə bilər? Video kömək tələb edə bilər. Bəs bunun üçün məhdudiyyət varmı? Yəni istədikləri sayda video təkrar tələb edə bilərlərmi? Xeyr, məhdudiyyət var. Deyirik ki, haqsız olaraq hər hissədə bir dəfə. Haqsız olaraq hər hissədə bir dəfə. Amma haqlı olaraq isə məhdudiyyət yoxdur. Bəs yaxşı, haqlı, haqsız nə deməkdir ki bu? Hansı halda məşqçilər heyəti haqlı olur, hansı hallarda haqsız olur? Nümunə üçün qeyd edim ki, deyək ki, bir qayda pozuntusu oldu cərimə meydançası daxilində. Hakim penaltinin olmadığını qeyd etdi. Penalti təyin etmədi bu qayda pozuntusuna görə. Amma məşqçilər nə edə bilər? Komandanın məşqçisi video təkrar tələb edir. Video təkrar tələb edir və hakim video təkrara baxdıqdan sonra əgərsə baxır görür ki penalti var, yəni səhv qərar verib, penalti təyin edirsə, bu zaman biz artıq haqlı çıxmış oluruq. Aydındır? Haqlı olaraq da məhdudiyyət yoxdur. 3 dəfə də istifadə edə bilərsən, 5 dəfə də istifadə edə bilərsən, 10 dəfə də istifadə edə bilərsən. Bəs haqsız necə olur? Haqsız isə deyirik ki, biz video təkrar tələb edirik. Hakim baxır video təkrara. Baxır, görür ki, həqiqətən də penalti yoxdur. Penalti yoxdursa, demək ki, hakimin qərarı düzgündür. Bu zaman biz haqsız çıxırıq. Yəni, hakim əgərsə səhv qərar veribsə, bu zaman biz haqlıyıq. Yox, hakimin qərarı düz çıxırsa, bu zaman biz haqsız çıxırıq. Haqsız bir dəfə. Amma haqlı olaraq məhdudiyyət yoxdur. Və onu da qeyd edim ki, birinci hissədə əgərsə biz video təkrardan istifadə etməmişiksə, ikinci hissədə artıq yalnız birindən istifadə edə bilirik. Yəni, birinci hissədə götürülməyən video təkrar, istifadə edilməyən video təkrar ikinci hissəyə keçmir. Əgər qalibi müəyyən etmək üçün oyun uzatmalara gedirsə, bu zaman yenə bir dəfə video təkrardan istifadə etmək olur. Amma burada da ikinci hissədə əgər istifadə etməmişiksə, ikinci hissədə istifadə edilməyən video kömək uzatmaya keçmir. Oyun penaltilərə gedirsə, yenə bir dəfə video köməkdən istifadə etmək olur. O zaman da deyirik ki, uzatmalarda istifadə edilməyən video kömək penaltilər seriyasına keçmir. Haqsız olaraq, yəni bir dəfə istifadə edə bilir. Hər hissədə, uzatmalarda da bir dəfə, penaltilərdə də bir dəfə video köməkdən istifadə etmək olur.
Amma dediyim kimi bu qayda olduğunca futboldan fərqli. Çünki futbolda hakimlər müraciət edir, amma burada məşqçilər heyəti nə edə bilir? Video təkrar tələb edə bilir. Və burada əlavə olaraq bu aşağıda qeyd edəcəyim hallarda hakimlər əlavə video köməkdən istifadə edə bilər. Hansılardır bunlar? Xronometr nasazlanarsa, yəni cihazda hər hansı bir nasazlıq yaranırsa, bu zaman video təkrardan istifadə edilə bilər. Xronometr hakim tərəfindən yanlışlıqla başladılır və ya saxladılırsa, bilirik ki, xronometrajçı hakim olur da, düzdürmü? Fikirləşin ki, oyun dayanıb, amma hakim nə edir? Vaxtı saxlamır. Aydındır? Və ya da ki, deyək ki, oyun hələ başladılmıyor. Xronometrajda hakim nə edir? Cihazı işə salır. Bax, bu hallara görə hakim nə edə bilər? Hakimlər video təkrardan istifadə edə bilər. Sonra qolun qeydə alınmasına görə, hər hansı bir qol vəziyyətinə görə qolun olub-olmamasını müəyyən etmək üçün video təkrardan istifadə edə bilər. Birinci hissənin sonundakı akustik siqnaldan əvvəl topun qapıya daxil olub-olmadığını müəyyən etmək üçün. Yəni biz bilirik ki, hər hissənin sonunda oyunun başa çatması üçün akustik siqnal verilir. Fikirləşin ki, qol vəziyyətidir, qol vurulur və bu zaman siqnal verilir. Akustik siqnal verilir. Və hakimlər də tam dəqiq müəyyən etmək üçün ki, qol akustik siqnaldan əvvəl vuruldu, yoxsa sonra vuruldu, onu müəyyən etmək üçün. Təbii ki, akustik siqnaldan sonra vurulubsa, qol qeydə alınmayacaq. Əgər penaltı təyin olunubsa, o heç. Onun üçün vaxt ayrılır, o yerinə yetirilir. Amma oyun epizodunda əgərsə akustik siqnal verilir və ondan sonra qol vurulursa, qol qeydə alınmır. Bax, bu hallara görə deyirik ki, video təkrardan istifadə edilə bilər. Bir də ki, hakimlər arasında fikir ayrılığı yarananda, yəni öz aralarında qərar verə bilmirlərsə, dəqiq bir qərar verə bilmirlərsə, həmin vəziyyətlərə görə də video təkrara baxmaq olar. Yəni video təkrardan istifadə etmək olar. Yəni gördüyünüz kimi futzalda video təkrar tətbiq olunur, amma futboldan biraz daha fərqli formada.